Səhifə 146-da uşaqlar topluda. Səhifə 146-da neçə suala baxırdım. Birinci 16-cı suala baxın. İndi mənə nə verdiklərini deyin, oxuyun. 170 qram suda. Deməli, deyək ki, 170 qram su. Yazıram ki, M su bərabər neçəyə? Baxın, mən axıra qədər oxumuram ki, məsələlərin heç biri də axıra qədər oxumuruq, düzdürmü? Bir-bir elə biçib hazırlayıb tamamlayırıq. Aha, 170 qram suda. Maksimum 112 litr NH3 həll olur. Deməli, həll olan NH3-dür. Mənə bizim düsturumuzda M maddə lazımdır, düzdürmü? Amma mənə deyir ki, neçə litr NH3? 112 litr. 112 litr nə həll olubdur? Amonyak həll olubdur. Bizə soruşan nədir bəs? KH soruşur. Bəli. Həll olma əmsalını soruşur. KH bərabərli sual. Uşaqlar, KH-ın düsturu da buydu da, maddənin kütləsini bölürdük nəyin kütləsinə? Suyun kütləsinə vururduq neçə uşaqlar? Minə. Baxıram ki, suyun kütləsi var. 170 qramı var. Maddənin kütləsi əvəzində maddənin nəyi var bizdə uşaqlar? Normal şəraitdə həcmi var. 112 litr. Onda 112 litrin nə qədər, neçə qram olduğunu taparım. Ya tənasüblə yazarım. Deyirəm 112 litr neçə qramdır? X qramdır. Litrin haqqında neçə litr yazırdı? 22.4 litr 17 qramdır. Özü şərtdə bizə verir. Verməsə də azot 14 qramdır. Hidrogen 1'dir. 1 vurarım 3. Yəni 14 toplayam neçə eləyər? 17. X taparam ki 17 vurulsun 5. Neçə elədir? 85 qram elədir. Heç nə düsturda yerinə qoyacaq. Maddəm 85 oldu. Suyun 170. Bunun neçə olacaq? 1000 ilə hesablayıb tapacam ki, neçə elədir cavab? Çətin deyir ki, deməli sualda bizə həll olan maddənin kütlə, yəni KH-da hamısı kütlə düşünür. Yaxşı var. Suyun həcmi versin, onu suyun kütləsinə çevirin, rahat şəkildə yazın. Deməli, həll olan maddənin həcmlə versə də onu nəyə çevirir uşaqlar? Kütləyə çevirir. Məsələn, həll olan maddənin tamamilə məhlulu həcmdən verəndə də rho bərabərdir M bölü V düsturundan kütləsini tapacaq. Yəni əslində bizə burada nə lazımdır? Kütlə lazımdır. Sonra silirəm lövhəni. Qeyd elədiniz. Sonra neçə baxır? 18. 18-ə. Yox ya. Müəyyən temperaturda duzun suda doymuş məhlulunun 250 qramında. Deməli, müəyyən temperaturda duzun suda doymuş məhlulunun 250 qramı. Deməli, M məhlulu neçə qram uşaq var burada? 250 qram. Məhlulun kütləsi deyil, ha? 50 qram duz var. 50 qram duz var. Duz bizim nəyimizdir? Həll olan maddəmiz. Nə yazdım? 50 qram. Bizdən də nəyi soruşur? KH. KH soruşur. Həll olan əmsalını. KH-ın düsturunu yazıram. KH bərabər nəyə uşaqlar? Maddənin kütləsi nəyə bölməliyəm? Suya. Vuracaq neçə uşaqlar? 1000-ə. Burada su verməyib, hə? Suyu tapa bilərəm, amma baxın, məhlulu yazılar aşağı. Məhlulu yazmır. İmeyini KH-da həmişə aşağıda nə olur? Su olur. İnşallah, məhlulun 250 qramdır. Bunun 50 qramı maddəsə suya nə qədər qaldı? 200. Yəni, düsturunda da yaza bilərəm. Suyu tapanda məhluldan nəyə kütləsini çıxıram? Maddənin kütləsini çıxıram. Yəni, 250 çıxılsın 50. Suya neçə qram qaldı? 200. Neysə, burada yerinə qoyacaq. Maddəm 50-dir. 50 bölünsün. Suyu neçə tapdım? 200 vurulsun 1000 ilə uşaqlar. Cavabı neçə tapacaq? 250 qram bölünsün. Bitir. Bu formada hesablayacaq. Deməli, məhlul versə də oradan nəyi tapmış olduq? Suyu tapıb hesablamalarımızı ona görə aparacağıq. Silirəm. 26-ya baxaq. Neçə? 26 izah elədi, 29. Orada otur, getdi, otursun. Yazma da gəlsin. Tez oturursun, götür, arxada. Buna 52 kişiyə bölmək var. Neçədə 29? 29. Nura, kesin oradadır. Gid o başda otur, yaz. 29. Aha, oxuyaq. Deməli, 250 qram 20% duz məhlulu. Tamam, deməli bizə nə verir? 250 qram 2% məhlul? 20%. 20%. Baxın ha, o dedi qulaqlarınızı sırğa eləyin. Bunu riyaziyyatdan görəcəksiniz uşaqlar. Məsələn, mən deyirəm ki, bizim istifadə etdiyimiz spirtdə, yəni evdə istifadə etdiyimiz spirt 95%. O nə deməkdir? Tərkibinin 95%. Tərkib 95%. 5% su. Ya da məsələn o
sözə bilir. Bu spirtli içkilərin üstə yazılar 40%, nə bilim 11%, 8%, düzdürmü? İsmail bilirsən? Kimənin üstünə 6%. Yəni hamı bilir uşaqlar, görmüşük də görmədiyimiz bir şey deyil. Yəni o nə demək məsələn, tam ki araq üstə yazır ki 40%. Yəni onun neçə faizi spirtdən ibarətdir? 40% spirtdən ibarətdir, düzdürmü? Yəni oradakı faiz ya da tam ki yod alırıq, 5%-li məhluludur spirtdən. 95% spirtli, 5% nədir? Yoddur. Yəni onu istəmsizcə hamı bilir ki, faiz orada həll olan maddənin kütləsini göstərir, düzdürmü? Deməli 250 qram 20%. Belə ədəd və faiz söhbəti varmı? O saat maddəni tapmaq üçün, maddəni tapırsa, ədədə faizini tapır. Neyəcək? 250 vur 20 bölünsün 100. Tapdım ki, burada həll olan maddə neçə qram yapacaq? 50 qram. O zaman su neçə qramdır? 250-dən 50 çıxdım. Suyum nə qədər uşaqlar? 200. Bizə nə deyilindi? Deyir, doymuş hala gətirmək üçün məhlula 70 qram duz əlavə olunur. Bu arada uşaqlar, bir də bunu bayaq KH izah eləyəndə vurğulamadım. Qeyd eləmişsiniz siz, bayaq dəstə. KH üçün yazma, xətlər çəkmə, ifadələr. Aman yansın buraya. Orada bir dənə yazır ki, KH həmişə doymuş məhlula şamil olunur. Yaxşı mı? KH neçə verib versin, o məhlul doymuş məhluldur. Yaxşı? Yəni net doymuş məhluldan danışırıq. Yaxşı? KH nə qədər, nə rəqəm verir versin. Məsələn, bizə ədəd və faiz verə bilər, bir də qrafdan KH verə bilər. Yəni konkret KH hər zaman doymuş məhlula şamil olunur. İndi bizə deyir ki, bunu doymuş hala gətirmək üçün 70 qram duz əlavə olunur. 70 qram duz əlavə. İndi 50 qram duzun var idi, hə? Deyir ki, bunun üstünə neçə qram duz əlavə elə? 70 qram. Bu dəfə duzumun kütləsi neçə oldu? 120. Onda KH-ı tapıramsa, KH bərabərdir M maddə. Yəni maddəm 50. Suya əlavə eləmirik, duzu. Suya yox. İndi bax burada, bu söhbətdə riyaziyyatdan uşaqlar bunu yəni çaşırlar. Məsələn, mənim düsturumda nədir uşaqlar? Duzun kütləsi nəyin kütləsinə bölürəm? Suyun kütləsinə bölürəm, düzdürmü? Duzun 50 idi, hə? Deyir, 70 qram duz əlavə elə. Duzum oldu neçə qram? 120. Mən duzu əlavə eləyəndə məhlulun sadəcə həcmi artırır. Suyun kütləsini təsir eləyir. Məsələn, 2 stəkan su var, birinə 10 qaşıq pes artır, birinə 20 qaşıq pes artır. Yəni onun üstə 10 gəldi. Suyun kütləsi dəyişmədi, düzdürmü? Ancaq nəyin kütləsi dəyişir? Duzun. Yəni bir də məhlula təsir edə bilər. Yəni mən duz əlavə yəni uzun sözün qısası, mən duz əlavə edirəmsə, bir duzun kütləsi dəyişər. Özünüzdə qeyd etsə elə bilərsiniz. Duz əlavə edirəmsə, duzun kütləsi və məhlulun kütləsini təsir edir. Deyək ki, buxarlandırdıq. Onda hər ikisi. Buxarlansa su çıxacaq, düzdürmü? Məhlul çıxmayacaq. Xeyr, məhluldan da azalır, sudan da azalır. Yəni duzun kütləsini elə bir təsir etmir. Duzun kütləsini nə təsir edə bilər? Duz əlavə etsəm, duzun kütləsini artıraram və duzu kristallaşdırıb çıxarsam, duzun kütləsini azaldıram. Su əlavə etsəm, suyun kütləsini əlavə edəcəm. Su buxarlanırsam, suyun kütləsindən çıxacaq. İndi suyum neçə qaldı? 200. Mən duz əlavə edəcəm. Su əlavə edəcəm, su əlavə edəcəm, suya əlavə edərdim. Vurulsun 1000. İndi 120 bölünsün, böl 200, vur 1000. Sıfırlar getdi, bu sıfır da burada getdi. 12'də 2, 6. Cavabı neçə tapdım? 600 qram bölünsün, litir tapdıq. İndi 31'ə baxaq, qeyd elədirsə silirəm. Necə? Ha, de buxarlandı. 9'a başlayırdı. Necədir? Ona işte. Sen de yazırsan. Gel otur. Ona işte. Tamam, burada da fizika. Hələ gözlə, fikirlər suallarını görərsən. Anta yarısına bıraxsaydı. Tutardı. Fizika. Silirəm öpəni. Ee, 31 demiştik, sonra İnşallah kimsə markeri var, artıq bunlar varın qalsın. 31. Oxuyaq. 800 qram 20%li duz məhlulu. Deməli, bizə nə deyir uşaqlar? 800 qram 20%-li. Baxın, hansı məhlul məsələsi olur, olsun. O saat nə edəcək? Ədədin faizini tapacaq. Deməli, burada M maddə bərabər oldu nəyə? 800 vurulsun 20, vur 20 böl 100. Maddəmin kütləsi neçə qram oldu? 160 qram. Suyun kütləsi nə qədər olacaq? 800-dən çıxacaq 160. Neçə qram elədi? 600 qram. Aha. Deyir ki, doymuş hala gətirmək üçün məhluldakı suyun yarısı buxarlanır. Məhluldakı suyun yarısı buxarlanır. Baxın. Suyu 640 idi, yarısı 320
320 hə? Yəni bunun 320-si getdi. Nə qədər qaldı? 320. Onda KH tapıramsa, KH bərabərdir M maddə. Su buxarlanır da, duz buxarlanmır da, düzdürmü? Maddə, bayaq məsələn duz əlavə eləmişdik, ancaq duzu əlavə etdik. 160 bölək neçə? 120 vur 1000, 16, 32, 2 dəfə 1000 də 2-yə bölünür. Neçə düşdü? 500 qram bölünsün litr. Çətin bir şey danışmırıq uşaqlar. Deyir ki, Yarısı buxarlı. tapdı. Deyir ki, yarısı 640-ın yarısı nə qədərdir? 320 deyil, 640 bölmüşəm. 320-si getdi, 320-si qaldı. Məsələn, deyərlər ki, 4də 1 buxarlandı. 640-ın 4də 1-ini taparam, çıxardaram onu. Su əlavə eləsəm də eyni zamanda, məsələn, desək ki, yarısı qədər su gəlmişik, onda plus 320 yazacaqdım. Yaxşı? Bildik? Silirəm. Tabağa. Gözlə hələ əli. Buyurun. Güzel bakayım. Bu elə bir bayaqdan normal çəkə bilmir. Çəkin birazdan. Çək. Su yazdıqlarınız görünmür. Mən hamı qeyd eləyirdi, niyə çəkirsiniz ki? Baxın, belə görünürdü bayaqdan. Yuxarıdan üstə yazmır. Yuxarıdan üstə yazmır. Beş burada qoy. Çəkmişəm səni, çəkin. İsmail bənin əlində tutsunlar. O su yazmır. Bir şey yarasın. Bizdə də vəkil olur. Qeydlərini bəs götürə biləsən? Mən götürmürəm. Videodan baxıram. Götürürüm. Bura düşür mü İsmail? Bəli. 40-cı sual oxuyun. Deməli, müəyyən temperaturda 32,2 qram Səhvi 148. Deməli, müəyyən temperaturda 32,2 qram natrium SO4 vur 10 H2. Deməli, bizdə natrium SO4 vur 10 H2 var. Kristal hidrat var, hə? Kristal hidratlarla suyu kristallaşdırma yolundan ayırır. Yaxşı mı? Deməli, deyək ki, bu neçə qramdır? 32,2 qram natrium sulfat vur 10 H2 var. 82 qram suda həll olunur. Bunun üstünə deyək neçə qram su gəlibdir? 82 qram su əlavə olunub. Sonra da deyək ki, natrium sulfatının həll olma əmsalı tap. Deməli, altda isə bizə verdiyi budur uşaqlar. Nə veribdir şərtdə? Natrium sulfat vur 10 H2-ın öz kütləsi verib 322-dir. Natrium sulfatın öz kütləsi neçə veribdir? 142-dir. İndi mən həll olma əmsalını tapıramsa, KH-ı tapıramsa, həll olan maddənin kütləsini nəyin kütləsinə bölməliyəm? Suyun kütləsinə bölüb vuracaq 1000-ə. İndi deyə bilərsiniz, axı mənim 32,2 həll olunan maddədir də, düzdürmü? Natrium sulfatı suda həll eləmişik, elə deyilmi? Amma natrium sulfatın içində də su var axı uşaqlar. Bir növ duzlu suyu suda həll eləmişik, belə fikirləşik, yaxşı? Buna görə kristal hidrat məsələləri düşdümü? Biz onun içindəki kristalın kütləsini tapmalıyıq, natrium sulfatın kütləsini tapmalıyıq. İndi mənə nə lazımdır? 32,2-sinin içərisində nə qədər natrium sulfat var, onu tapmaq, düzdürmü? 32,2 bütöv kütlədir. Əslində öz bütöv kütləsi neçə veribdir? 322. Natrium sulfatın öz kütləsi neçə veribdir uşaqlar? 142. Deməli, elədik? Kristal hidrat məsələlərində mənə bunun içindəki nə lazımdır? Kristal lazımdır. 322-də 142 qram bu varsa, 32,2-də də x. Tapdım ki, neçə qram elədir? 14,2. İndi natrium sulfatın kütləsi 14,2 qramdırsa, suya neçə qram qaldı uşaqlar? 32-dən 14 qram. Neçə elədi? 18 qram elədi. Nə qədər su oldu? 18 qram su oldu uşaqlar. İndi KH-ın polunu tapa bilərəm. KH bərabərdir M maddə. Maddəmə neçə qram tapdım? 14,2 qram. 14,2 böl. Su lazımdır, hə? Su nə qədər əlavə eləmişəm? 82. Amma özünün içində nə qədər su var imiş? 18. 18 üstə gəl 82 vur. 1000. O 10 H2-nin içərisindəki su var zaten. 322 qram bütöv kütləlidir. Tapdım 142 qram bu lazımdır. Bu lazımdır. 32,2-də nə qədər natrium sulfat var? 14,2. 32,2-dən 14,2 çıxdı. Neçə qramı qaldı? 18 qram su. Deməli, özündə 18 qram su var mıymış? 82-sində əlavə elədik. Yəni, neçə qram su oldu? 100 qram. Cavabı tapdıq ki, neçə qram, nə qədər oldu uşaqlar? 2 ilə 2, 0 getdi. 142 qram bölünsün litr. Deməli, bunun KH-ı neçə oldu? 142 qram bölü litr oldu. Sonra neçəni yazacaq demişdim? 41. 41? Hə. 41. 41 də deyil ki, əl. Buna gərək yəqin ki, biraz gec sala bilər.
Deməli bizə 41-ci sualda qrafik veribdir. KH nədən asılıdır? Temperaturdan asılıdır uşaqlar. 50 dərəcə verib, deməli dərəcə neçə dərəcədir? 50 dərəcə. KH neçə veribdir? 400. Uşaqlar KH nə verir versin? O doymuş məhlula şamil olur, yaxşımı? Deməli, məhlulum doyubdur. Yəni, nə isə buna görə müqayisə eləyə bilərəm, doymuşluğu ölçə biləcəm də, belə deyək. Mənə deyir ki, 20 milli suda 5 qram duz həll edilir. İndi, bu bizim əsas şərtimizdir. Bizə verilən budur. 20 milli suya 20 qram su yazın. Rahat olun, axı, yeganə maddə yenə dedim, sudur ki, millisi 10 qramdır. 20 qram su var, 5 qram da maddə var. Bunları qatmışıq. Amma bilmirik, doyub, doymayıbdır. Verilən şərtlərə görə biləcəyik ki, buna nə qədərsə su əlavə eləmək lazımdır, ya da su çıxartmaq, ya da ki, duz əlavə eləmək, ya da duz çıxartmaq lazımdır ki, doymuş məhlula keçsin. Deməli, şərtlərə baxaraq 4-ün qəbul sualı, son 4-5 ildə düşübdür. Birinci şərtdə nə deyir? Məhlula 2 qram x duzu əlavə eləmək. Deməli, 2 qram duz əlavə eləyəcək uşaqlar. Baxaq, onda su 20 qramdır, maddəm nə qədər idi? 5 idi, üstünə neçə gəlmişik? 2 maddənin neçə oldu? 7 oldu. Onda KH-ı tapıram. KH bərabərdir M maddə, yəni 7 bölünsün M su vur 1000, 0-dan 0 getdi. 702-yə bölünən neçə elədi uşaqlar? 350. Amma KH neçə eləməli ki, doymuş məhlul olsun? 400 eləməli ki, doymuş məhlul olsun. İkinci şərtdə nə deyir? 7,5 milli su buxarlandırmaq. İndi bizim suyumuz 20 qramdır deyil. Bunun 7,5'i buxarlandı. Çıxdı, getdi. Neçə qaldı geridə? 12,5'i qaldı. Maddəmə heç nə olmur, su buxarlanıb gedir. Maddə ilə neçə qaldı? 5. Onda KH bərabərdir M maddə böl M su vur neçə uşaqlar? 1000. İndi bura olsa 50, 5'e ixtisar getsə, burada neçə qalacaq? 5'e ixtisar gedəndə 25. Bu da buna bölündə neçə elədir? 400. Deməli, ikinci ifadədə məhlul doymuş məhlul oldu, düzdürmü? İkinci ifadəni seçdim. 3'ə deyir ki, məhlula, üçüncü ifadəni deyir. 5 qram duz, 10 milli də su əlavə. Deməli, 5 qram duz. Deməli, mənim duzum, maddəm 5 il, üstünə 5 gəldi. Neçə elədir? 10 qram maddə oldu. Suya nə deyir nə? 10 milli də su əlavə. 20 idi, üstünə də 10 gəldi. Neçə oldu? 30. İndi KH bərabərdir M maddə, yəni 10 bölünsün M su vur 1000. Burada da 400 alınmır. Hə cavab uşaqlar? Deməli, yalnız nəyə seçdik? 2-ni seçdik. Beləcə 4-cü qrupun bir sualı hazır oldu. Bunların videosuna baxarsan hər yaxşı. Silirəm, qeydlər aparsaydı. Sonra neçə baxıram demişdim? Sonra o birisi. 48 4-cü qrupun. Bu da 4-cü qrupun. Bunların içərisində olduqları sizə az düşür. Bunlar birə, mən deyək, hissə düşür. Birinci sual 60 hissə falan. Bayağı şifahi suallar. Buradan sizə çox yeni göz çıxar. 48'ə baxın, 48'i burada da deyirəm. Eyni zamanda güvəniz testlərində də görəcəyik uşaqlar. Qırx-8. Deməli, qrafik verir 48-ci sualda. Yaxşı görsəndirəm. Həll olunma əmsalının temperaturdan asılıdır. Yəni, KH-ın temperaturdan asılıq qrafiki verir. Bunu çəkibdir. 20 dərəcədə həll olunma əmsalına neçə düşübdür? Baxaq, 250 düşübdür. Sonra 50 dərəcədə 600. Deməli, 50 dərəcəyə qaldırıblar. Həll olunma əmsalı neçə olubdur? 600 olubdur uşaqlar. Baxın, deyir 50 dərəcədə, indi şərti oxuyuruq. Şərti oxuyuruq, belə baxmaq, gözüm alır. Deməli, 50 dərəcədəki 800 qram doymuş məhlulu 20 dərəcəyə də soyutduqda. Deməli, bizim burada bir məhlulumuz var. Bu qrafikdə nə başa düşürəm? 20 dərəcədə həll olma əmsalı 250-dir, 50 dərəcədə həll olma əmsalı neçədir? 600-dür. Bizə isə yeni bir şərt deyir. Deyir ki, 50 dərəcədə 800 qram doymuş məhlulum var. Nə qədər məhlulum var? 800 qram doymuş məhlulum var 50 dərəcədə. Sonra deyir ki, bunu 20 dərəcəyə qədər soyutduqda sıxlığı 1.25 olan məhlul alınır. İndi fikirləşirəm, elə o sıxlığı qalsın bir tərəfdə uşaqlar.
Mən soyutmuşamsa 100% burada həll olan maddəm azalmalıdır da, düzdürmü? Görək nə qədər azalır. Fikirləşirəm ki, zaten burada baxıram, baxın bir dənə. 50 dərəcədə KH 600 imiş, 20 dərəcə neçədir? 250-dir. Yəni 50 dərəcənin məhlulu KH 250 verirsə, orada su 1000-dir də, düzdürmü? Bunun məhlulu neçə olar? 1600 olar, düzdürmü? Bunun məhlulu neçə olacaq uşaqlar? 1250. Bildiyiniz tapdığımızı 1000 qram suyla topladım, düzdür? Bir daha başa düşürük. İndi 50 dərəcədə məhlulun 1600 imiş, 20 dərəcədə 1250 olur. Soyudanda uşaqlar su buxarlanıb getmir. Duz kristallaşıb ayrılmaz. Duzun həll olması azalır da. Çünki temperatur qaldığında duzun həll olması artır. Temperatur azaldığında duzun həll olması nə edəcək? Azalacaq. Onda 50-dən 20-yə düşəndə nə qədər maddə çöküb burada? 1600-dən çıxacaq 1250. Nə qədər çöküb? 350. 350 qramı nə edibdir? Çökübdür. Deməli, mənə isə nə lazımdır? Məhlulum 800 qram olanda nə qədər çöküb onu tapıb çıxartmaq məhlulun içərisindən. Deməli, məhlulum 800 qram olanda nə qədər duz çöküb onu tapacaq. Məhlulumuz neçə qram olanda bəs? 1600 qram olanda nə qədər çöktü uşaqlar? 350 qram çöktü. Tapdıq ki, neçə qram çöktü bizdə? 170 qramı çöktü getdi. Deməli, mənim məhlulum, yəni şərhdə verilən məhlul 800-dür uşaqlar. Tapdıq ki, temperatur azaldığında nə qədər çöktü? 175-i. Bu dəqiqə əlimdə neçə qram məhlul qaldı uşaqlar? 625 qram məhlulum qaldı, düzdürmü? Deməli, çökmə məsələləri çətin deyil. Əslində söhbəti tutaq ki, nə oldu? Soyudusa çökmə olacaq. Yəni, əslində 600-dən 250 çıxıb da yazmaq olardı. O sadəcə məhlulu bir dəfəlik tapaq deyə dedim. KH 600 isə məhlulum 1600. KH 250 isə məhlulum 1250. 1000 qram suyla topladım. Gördük ki, soyuyanda 1600-dən 1250-yə düşdü. 350 qramı çöktü. İndi mənə 800 qram şərtim. 800 qramda çökən duz lazımdır ki, məhluldan onu çıxartdım ki, o daha yoxdur. 800 qramda nə qədər məhlul çökər? X qram. 1600-dən nə qədər çöktü? 350. Tapdım ki, 800-dən 175-i çöktü. İndi məhlulum 800-dür. 175 çöksə nə qədər qaldı? 625 qram. Bir də deyir ki, burada sıxlıq var. Bu məhlulun sıxlığı veribdir. Sıxlığı isə nə qədər verib? 1.25 verib. Mənə deyir, alınan məhlulun həcmini tap. İndi ρ məhlul bərabərdir. M məhlul bölünsün V məhlul deyil uşaqlar. Rho bərabərdir M bölü V deyil. İndi sıxlığım var, kütləm var. Nəyim yoxdur? Həcmim. V bərabərdir M bölünsün Rho'dan. O da M'im 625 tapdım. Yəni əvvəl 800 idi. Çökəndən sonra 625-i qaldı. Sıxlıq da 1.25. 625 1.25-i qoyanda səhv etmirəmsə 500 milli düşməlidir uşaqlar. Səhv etmirəmsə. Müəllim, orada R'nu qram bölü santimetr kimi verir. Santimetr kubunu elə bir milli ilə keçirdim. Mən də zaten sularını falan milli ilə götürmüşəm. Çevirin içine, bölün geçsin. 58. 58. Qeydiniz bunu, bu tip güvəni də görəcəksiniz, yaxşı? Eğer çətin bir şey deyil, aslında bu tutandan sonra rahat olur. Burada mənim məhdula aid bir sualım var idi. Bir dənə buna baxıb. Demək ki, yoxdur. Onda o şey dərəcələr yoxdur. İnanıcının sizə. 38 deyil. Lütfen silirəm. Tamam, 38'de. Aha, bunu da söyleyeyim. O 8 oxuyaq. Gözüm. 30 qram. 30 dərəcə 3. Oxuyum İsmail. Bəli. 30 dərəcə 200 qram suda. Deməli bizə nə verir? Su verir. Yazıram bura ki, M su neçə? 30 dərəcə 200 qram suda. Aha, 200 qram suyum var. X duzunu həll etdikdə X tuzunu həll eləmişəm. Aha. 250 ml məhlul alınır. 250 ml məhlul alınır. Görün burada nə yazıram? Düz yazıram? 250 ml məhlul alınır. Yazdım. Bəli. Yaxşı, yazdıq. Hə. Duzun həll olma əmsalı 500 qram bölünsün litr olarsa, H bərabərdir 500 qram bölünsün litr. Aha. doymuş məhlulun sıxlığını tapın. Rho bərabərdir sıxlığı. Şolar, həmişə fizikada da belə eləsəz daha yaxşı olar ha. Verilənləri yazın, bundan əlavə sıxlığın soruşulmazsa sıxlığın üstünü yazın. Rho bərabərdir M bölünsün V deyir, hə? Doymuş məhlulun sıxlığı deyir, hə? Deməli, mənə M məhlul və V məhlul lazımdır, düzdürmü? Ama orada məhlulun kütləsidir.
Bəli, məhlulun millisidir 250. Deməli, mənə verilən bu 250 nədir uşaqlar? V məhlulu, yəni buradakidir ha. Biz bir dənə suyun millisinə suyun kütləsi yazırıq, yaxşımı? Əslində belə çətin sual deyil, sadəcə burada uşaqlar yeməli bunu yazıb, yəni yanlışlıq edirlər. Bircə dənə suyun millisi suyun kütləsi. Deməli, bu V məhluludur. Burada yerinə qoyacağım. Mənim bu dəqiqə nəyim yoxdur? M məhlulu. Yəni, bunu yazdım ki, görək ki, V məhlulu, E məhlulu ilə eyni şey, cavab vaxtı çıxmır. Məhlulun kütləsi lazımdır. Suyun kütləsi var, bir növ mənə nə lazımdır? Maddənin kütləsi lazımdır ki, məhlulun kütləsini nə edeyim uşaqlar? Tapın, düzdür? Maddənin kütləsindən necə tapacaq uşaqlar? Gəlin tapaq. Mənə 200 qram suda həll olan maddənin kütləsi, ya da ki, buradan yerinə qoya bilərəm. KH bərabərdir. M maddənin yerinə X yazırım, ya da elə M maddə yazıram. M maddə bölünsün M su. Suyun neçədir? 200 vur 1000 yazacağım. Bunun sıfırla bu sıfır getdi. Cavab neçə nədir M maddə? Deyəsən 100 eləyir, hə? 100 eləyir. Bunlar getdi. 10 M maddə bərabərdir. 20 vurulsun. 5 eləmiş falan 100 dərəcə. 100 tapdım. 5 maddə 500. M maddə burada 10 M maddə qaldı, hə? 10 M maddə bərabərdir 2 vurulsun 500-ə. Neçə 100? Onda məhlulun kütləsi neçə olacaq? 200 qram su var idi. 100 qram da maddəmi tapdım. Böləcəm neçəyə? 250-yə vuracaq da 1000-ə. 1000-ə indi. Sıxlığı tapıram. Məhlulun kütləsini böldük. Məhlulun həcmini, sıxlığını tapdım. Qarşı hesablayıram. Bildik? Burada yəni sırf buydu. Yəni elə də çətin sual deyildi əslində. Deməli, mən nə elədim uşaqlar? V məhlulu deyir ki, məhlulun həcmi 250 millidir. Məhlulun həcmi deyirsə, V məhlulu yazasıyam. Zaten R'nu soruşur, R məhlulu bərabər M məhlulu bölü V məhlulu. V var, nəyim yox idi? M məhlulum yox idi, məhlulumun kütləsi yox idi. Mənə su var, deməli, maddənin kütləsini ehtiyacım var. Maddənin kütləsini haradan çıxardım? Karşının üstündən tapa bilərəm də. Karşının üstündən qoydum yerinə, tapdım ki, maddəm də 100-üymüş. Məhlulun kütləsini tapdım, böldüm həcminə. Bu formada sıxlığı tapmış oldu. Sonra 58. 58. 58'e bakalım uşaqlar. Deməli 58-də nə deyir? 30 dərəcədə, 30 dərəcədə baxsın hamı. 30 dərəcədə 200 milli suda 5 qram X maddəsi həll edilmişdir. Deməli 30 dərəcədən yuxarı ox çıxardıram. Həll olma əmsalı da 200-dür. Həll olma əmsalının temperaturun aslında qrafikə əsasən bu temperaturda məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə etmək lazımdır. Deməli uşaqlar heç nə çox rahat şəkildə həll edəcəyik. Deməli 30 dərəcədə KH neçədir? 200-dür, hə? Deməli 58 yazıram. KH-ım neçədir? 200-dür. Su nə qədərdir uşaqlar dedi? 200 milli suda dedim, hə? M su neçəyə bərabərdir? 200-ə. Maddəmi verib ki, neçə veribdir maddəmi? 5 qram. Amma sonunda deyir ki, ona bir şey əlavə edəcək, hə? Çıxartsa desəydim, çıx X yazardı. Onu yerinə qoyacağım. KH bərabərdir, 200 bərabərdir. M maddə 5 idi, deyir əlavə eləmişəm. Bölünsün M su, vur 1000 ilə hesablayırıq uşaqlar. Deməli, necə eləyim? Bundan burada sərfara biləndə, düzdürmü? 5 üstə gəl X bərabərdir 40-a. X neçə tapdıq uşaqlar? 35, düz hesabladığımızda 35 aldı. Yəni bu elə də çətin deyil. Əslində bu qrafiki başa düşək. Hələ 62-yə baxaq. Qrafikdə X, Y duzunun 62-yə baxaq. Qrafikdə X, Y duzunun 100 milli. Burada məsələn özü vurğuluyub KH, yəni 100 milli su. Yəni özü zaten 100 milli. 100 milli suya görə. Biz normalda 1000 milli su, düzdürmü? Burada hələ özü vurğulub 100 milli suya görə 20 dərəcə 200 milli suda nə qədər X, Y tuzu həll olundu? 30 qram. Deməli, bir dəqiqə. 200 milli suda 30 qram X, Y tuzu həll edilmişdir. 20 dərəcə doymuş hala getmək üçün minimum neçə qram X, yəni getməlidir. Şöyle 20 dərəcədə nə qədər maddə həll olub normalda? 25. Normalda 100 milli suda 25 maddə həll olub, hə? 200 millidə nə qədər həll olmalıydı? 50 qədər həll olmalıydı, düzdürmü? Deməli, nə qədər əlavə etmək lazım? Bizə 30 veribdir. 20'sində əlavə edərik ki, 50 olsun, düzdür? Çətin bir şey deyil, danışmadım ki. Çox rahat idi. 68'i gəlin şifaha yazaq, birləri qəbul sualıdır. Yəni, bu dediklərimizin içərisində birlər də var.
daha asan versiyalı məsələlərdə məsələn. 66-dan 67 son 5 il, 6 il bax belə düşünün ki, qəbul sualı bilirlər. Deməli uşaqlar, 66-ya baxıram. Məndən həll olunan misalını istəyir. Qram bölü litri də veribdir, düzdürmü? Həll olunan misalı, o sırada düzdür yadıma gəlir ki, maddə bölüsü nədir? Sudur. İndi baxın, 20 qram duzdur, 200 qram suya tökülür. Necə eləyəcəm? Şifahi yazıram. 20 bölü 200 vur 1000. Çətindir? Elə bu. Bəli. 2-də 20 böl 50 vur 1000. 3-də isə 30 böl 200 vur 1000-lə nə eləyəcəyik? Hesablayacağıq.